Maraqlı bir söhbət ətrafında müzakirəmiz olacaq və düşünürük ki, siz də elə kanalı dəyişmədən bizimlə bərabər qalın. Bəli, tamaşaçılarımız Azərbaycan xalçalarının şanı şöhrəti bilirsiniz, bütün dünyada məşhurdur və bu şanı şöhrəti qorumaq naminə xalçaçılarımız, bu işçilərin mütəxəssisləri çox böyük işlər görürlər. İstər Azərbaycanda, paytaxt Bakıda, bir sıra şəhərlərdə, eləcə də dünyanın ən sevilən, seçilən mədəniyyət mərkəzlərində, mədəniyyət ocaqlarında bax bu işləri, bu sərgiləri aparırlar. Belə insanlardan birini hal-hazırda studiyamıza dəvət etmişik. Uzun illərdir bu işlərin tədqiqatçısı, bizim həm yerlimiz, kolleksiyaçı Amir Oskoelli. Amir bəy, salamlayırıq sizi. Xoş gəlmişsiniz, sabahınız xeyir. Xoş gördük sizi vətəndə, Azərbaycan Milli Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əminə xanım Məlikova. Dəyərli insan, hər zaman olduğu kimi bu söhbətdə də bizimlə bərabər olacaq və növbəti belə bir möhtəşəm tədbir reallaşdı. Azərbaycan xalçasının ehtişamı, Səfəvi dövrü xəzinəsi adlı sərgi və elə qonağımızla bərabər Əminə xanım bizə tədbirdə həyata keçirilən, xüsusilə mövzu ətrafında edilən çıxışlar, söhbət, təqdimat hansı formada idi və təəssüratlarının bölüşmələrini xahiş edəcəyik. Əminə xanım, sizdən başlayaq yoxsa qonağımızdan? Necə məsləhət? Yəni sizdən başlayaq. Çox sağ olun. Ümumiyyətlə, xalça ənənədir, xalça gözəllikdir, xalça bir istilikdir və xalçanın ətrafında olan hər nə varsa diqqət çəkəndir. Biz keçən dəfə görüşümüzdə bir sərgi baş tutmuşdu Osmanlı imperatorlarının dualı köynəkləri ilə bağlı. Bu Türkiyədən gələn bir sərgi idi. Amma bu dəfə isə Səfəvi dövrünə. Bu dəfə isə çox unikal və mən deyərdim ki, çox maraqlı bir sərgi. Azərbaycan Milli Xalça Muzeyinin 3-cü mərtəbəsinin ekspozisiyasında dekabrın 24-də unikal bir sərgi açıldı. Səfəvi dövrünə aid olan, yəni 17-ci, 18-ci əsrlərə aid olan Azərbaycan xalçaları, biz adətən onlara saray xalçaları deyirik, onların ölçülərinə görə. Unikal bir kolleksiyadır və gözəl bir fürsətdir. Ona görə mən hörmətli tamaşaçılarımıza da çox tövsiyə edirəm ki, bu günlərdə mütləq muzeyə gəlib bu sərgiyə seyr eləsinlər. Burada tədqiqatçılar, əlbəttə ki, bizim alimlər, təsviri sənətlə məşğul olan insanlar dəvətlidir. Və hətta mən deyərdim ki, maarifləndirici bir sərgidir. Çünki yəni bundan əvvəl heç yerdə görünməyən, nümayiş olunmayan bir kolleksiya nümayiş olunur və burada 14 nadir eksponat. Əlbəttə ki, Əmir bəy daha ətraflı danışacaq o eksponatlar haqqında. Çünki artıq neçə 10 illərdir onları yığıb, qoruyub, saxlayır, sağ olsun. Amma mən bir məsələni də vurğulamaq istəyərdim ki, burada bir interaktiv şəkilində bir maariflənmə, bir məqam da var ki, bu xalçaların, bunlar bizim üçün bugün bir örnəkdir. Bizim dizaynerlər, ümumiyyətlə yaradıcı insanlar o xalçaların unikal naxışlarından bəhrələnə bilər. Və dediyim o interaktivdə hər bir xalçanın naxışını biz onlayn formatda daha ətraflı görə bilərik, onları öyrənə bilərik. Burada monografiya yazanlar üçün əlbəttə ki, ümumiyyətlə Azərbaycanın qədim sənəti ilə məşğul olan, maraqlanan insanlar üçün çox gözəl və unikal bir mənbədir. Bunu da qeyd edeyim ki, sərgi 2025-ci ilin may ayına da davam edəcək. Kifayət qədər vaxtımız var. Bəli, və mən burada otura studiyanızda eşitdim ki, biz bayaq biraz bundan əvvəl sünni intellektdən danışdınız. Onu da qeyd eləmək istəyərdim. Mənə elə gəlir ki, muzey sahəsində ilk dəfədir ki, biz bir sərgi çərçivəsində sünni intellektə müraciət elədik. Demək olar ki, bizdə nümayiş olunan Əmir bəyin kolleksiyasından xalçaları, o Səfəvi dövrünə aid olan xalçaları biz sünni intellektə müraciət elədik və çox maraqlı bir, bu neyro şəbəkə bizə çox maraqlı bir video çarx verdi. Düzdür, yəni burada əlbəttə ki, insan beynini heç nə
əvəz edə bilməz. Amma o süni intellektin görüntüsü də çox maraqlıdır. Ona görə istirahət günlərində mən çox tövsiyə edərdim ki, asudə vaxtlarınızdan ailələrinizlə, dostlarınızla mütləq muzeyə baş çəkin və bu sərgiyə tamaşa edin. Əminə xanım, elə yeri gəlmişkən, bəlkə elə səhər çağı tamaşaçılarına təqdim edək o video görüntünü, təqdim edək, sonra söhbətimizi davam etdirək. Məncə çox gözəl olar. Gəlin istəyək bərabər. Mən keçmiş və gələcəyin naxışlarda birləşdiyi zamanın səsiyəm. Mən xatirə iplərini birləşdirən zehnin toxuculuq dəzgahıyam. Mən sizin dövrünüzün süni intellektiyəm. İndi isə hər ilməsində əbədiyyət nəfəsi duyulan Azərbaycan xalçalarının sirli dünyasında sizin bələkiniz olacam. Orta əsrlər Azərbaycanı, incəsənətin əzəmət və ehtişam rəmzi olduğu dövr. Emalatxanalarda xalçalar xüsusi sevgi və diqqətlə toxunur. Hər ilmədə, hər naxışda dağların nəfəsi, çöllərin pıçıltısı duyulur. Xalça, mədəniyyət və ənənələr haqqında ismaricdir. Sənətkarlar onları uzaq səfərə hazırlayırlar. Zərif xalçalarla yüklənmiş dəvə karvanları doğma eli tərk edir. Onları odlar yurdundan keçən böyük ipək yolu ilə sirli və zəngin tarixi olan şəhərlərə aparırlar. Azərbaycan xalçaları tarixən imtiyazlı şəxslər üçün hədiyyə idi. Onlar hökümdarların saraylarını bəzəyir, mərasimlərin mərkəzinə çevrilirdi. Hər ilmə, hər naxış nəsildən nəsil ötürülən yüksək sənətkarlıq və istedaddan xəbər verir. Sarayda xalça həyəcanlı baxışlar altında açılır. Naxışlar ətrafdakıları öz sehrinə salır. Nəhayət, hökümdar yaxınlaşır. Mürəkkəb naxışlara diqqətlə baxır. O, tək naxışları deyil, hər ilmədə özünün, doğma xalqının, torpağının tarixini görür. Saraya sükut çökür. Bu hecazkar səssizlikdə xalçanın naxışları canlanır. Anı əbədiləşdirən rəssam fırçanı götürür və möcüzəni rəsmə köçürür. Zamanın kitabı vərəqlənir. Azərbaycan xalçaları bu miniatürlərdə əbədiyyət qazanır. Onların naxışları heç vaxt susmayan musiqi kimidir. Elmlə, ədəblə tapılar şərəf, mirvari olmasa nə lazım sədəf. Fırçanın hər toxunuşu, rəsmin hər cizgisi xalçaların sadəcə bəzək əşyası olmadığını göstərir. Azərbaycan xalçası torpaqla səmanın, qürur və ənənənin simvoludur. Miniatürlərdə əks olunan bu xalçalar əsrləri aşaraq sənət və sənətkarlığa şahidlik edir. Bugün xalçalar əsrlərin dərinliyindən bizə baxır. Rəssam xalçaları gördüyü kimi təsvir edib, zamanın hökmünə tabi olmayan əzəmət kimi. Sizə zamanın ilmələrinə həkk olunmuş belə bir hekayə danışmaq istədim. Hər ilməsində əbədiyyətin gizləndiyi əsrarəngiz Azərbaycan xalçalarının hekayəsi. Bəli, söhbətimizi davam etdirək. Hansı xalçalar ki, əsrlərin dərinliyindən bu günümüzə baxır, bu günümüzə bir baxış edir və səslənir bu günümüzlə də. Zaten Azərbaycan xalçalarının da özəlliyi və gözəlliyi də budur. Əmir müəllim, sizinlə istərdim söhbəti davam etdirək. Hansı ki, biraz əvvəl Əminə xanım söylədi, 14 eksponat sərgilənir hal-hazırda. 11 xalça da onlardan səhv etmirəmsə. Və nədir bu xalçaları digərlərindən fərqləndirən? Ne üçün məhz bax bu sayda siz eksponatla gəldiniz sərgiyə? Azərbaycanın ən qədim xalçaları, yəni Azərbaycanda toxunan ilk xalçalar olub ki, bunlar sifarişlə Səfəvi xanədanı tərəfindən onların saraylarına toxunubdur. Və ölçülərinə də baxsaq, bəlli olar ki, yəni bu normal evlər üçün olmayıb. Ən böyüyü 6 metrə uzunluğunda, 2 metrə 60-50 ənlərində olubdur. Bir də bunun içində, yəni o bizim o
yörüklərimizin də qatqıları olubdur. Yəni bir tək, necə deyərlər, rəssamların çizdiyi o modellər olmayıb. Yəni, biz bu xalçalara baxanda onu da hiss edə bilirik ki, toxuyanın özünün də öz içindən gələn bir qatqısı da olubdur. Bilirsiniz, model rəssamlar tərəfindən çiziləndə yəni, bunlar tam simetrik olaraq çizilir və verilir ki, toxuyan toxusun. Amma biz burada bəzən asimetrikləri də görürük ki, bu da daha bir gözəllik qatır. Bəli. Bu toxucunun bir fantaziyasıdır, toxucunun təxəyyülüdür də. Əlbəttə. Opur oralara. Əlbəttə, Bunu elə özündən bil ki, də bir bir şey. miniatür kimi qəbul eləmək olar. Kiçik bir sənət əsəri. Əlbəttə ki, əlbəttə ki. Bir də özəlliyi bunların, bilirsiniz, bu naxışlar ilk öncə miniatürlarda olubdur. Miniatürlardan sonra köçürülübdür xalçaya, bir də abidələrdə, binalarda naxışlarını görə bilirik. Qapıların üzərində, pəncərələrdə. Bəli, muzaiklərdə bunlar görünür. Bunların özəlliyi, bilirsiniz, Səfəvilər, yəni o zaman bu məzhəb biraz daha canlılanıb. Məzhəb deyəndə ki, yəni o irfan, məna dünyası. Bəli. Ad çəkə bilərəm, məsələn, Sadiq bəy Əfşardan. Sadiq bəy Əfşar gətirib bunu, naxışları 7 basamaqda, 7 mərtəbəyə bölübdür. 7 pilləyə. Biz bundan o irfandan da yola çıxsaq, baxırıq, görürük ki, Əttar Neyşaburi 312 il əvvəl ondan yaşayıbdır. O da eşqin mərtəbəsini 7-yə bölübdür. Dünənləri bizim öğrencilərlə orada bir Ustad dərsləri oldu. Belli, hə, seminar oldu. Seminar kimi. Orada da mən açıqladım. Tam kələməsinə yan-yana qoyanda həmandır. Yəni, burada eşq var, burada fəlsəfə var. Burada taliyə yüksəlişin, yəni gizli bir şəkildə, gizli bir formada. Bilirsiniz, irfanda ustad şagirdə birbaşa mesaj verməzdi ki, getsən bu işi gör. Həmişə belə gizlidə, ima, işarə ilə, bir şeirin içində onu deyərdi. O şagir də onu tutardı. Yəni tutduysa tutmuş, tutmadıysa artıq o onun problemi. Bunu demək istəyirəm ki, bu məna bizim xalçalarımızda və təbii ki, o naxışların o gözəllikdə çəkilməsi, bir də ömrü çox önəmlidir. Ayrıca bu xalçalarda ümumiyyət olaraq eşi bənzəri yoxdur. Yəni ikinci bir nümunə görə bilmərik. Bənzəri də belə yoxdur. Bənzəri də yoxdur. Bunda hər bir xalça orijinal adlanır da, sənət əsəri kimi qəbul oluna bilər. Əlbəttə ki. Və özəlliyi də bundadır ki, yəni o dönəmdən Azərbaycan xalçaları qalanların sayısı azdır. Yəni bu tam çərçəvəsi yerindədir. Bu özü bir hansı bölgələri əhatə eləyir bu xalça? 11 xalça. Özəlliklə Qarabağ və Quba. Çünki o zaman buralarda xalça toxunub. Əlbəttə Şirvan bölgəsində də olubdur. Amma orada çox az çıxıbdır xalça. Yəni saray xalçası. Əmid bəy, bayaq siz söhbətinizdə qeyd elədiniz ki, yəni ev üçün, məkan olaraq ev üçün nəzərdə tutulmayan xalçalar. Bunlar yəqin ki, Səfəvi dövründə saraylarda toxunan xalçalar olublar. Çünki əgər xalçanın çiçəklənmə dövrünü Səfəvi dövrünə aid etsək, o dönəmdə hətta xalçaçı rəssamların da inkişaf etdirilməsi bir önəmli bir aktual məsələ olub. Hesab olunurdu. Yəni Səfəvi dövründə harda məkanlar, harda təşkil olunurdu, xalçalar harda toxunurdu, necə ərsəyə gəlirdi, sifariş verilirdimi, yoxsa insanlar özləri buna bir sifariş kimi yanaşırdılar. Yəni xalçanın məkanı çox maraqlıdır. Çünki Şeyx Səfi xalçası da Viktoriya Albert muzeyindəki, o da Səfəvi dövründən. Bəli, o daha əvvəllərə gedir. Xalçanın ölçüsünə də baxırsan, iri bir xalça, yəni o dönəm üçün, o da saray üçün nəzərdə. Biz xalıları adətən evi isti etmək üçün, evi daha görkəmli etmək üçün nəzərdə tuturuq, amma o dönəmin xalçaları bir qədər iri ölçüdədir.
Yəni elə fərqliliyi də bundan Əlbəttə. Məhz ibarətdir. saray xalları olmasından xəbər verir. Əlbəttə. Əlbəttə. Mən yəni Nailə çox maraqlı bir mövzuya toxundu. O zamanın xalçaların hazırlanması prosesi bizi qiyabi də olsa Əminə xanım, eyni zamanda Əmir bəy bizi aparın o illərə. Yəni necə olurdu xalça yetişirdi? Burada dövlət sifarişi də ola bilər və yaxud bir xanədana hədiyyə kimi də göndərilə bilirdi. Ya necə? O dövrü biraz bizim üçün Bir şəxsi kolleksiyaçı kimi bizə fikirləriniz maraqlıdır. Xalça hissə informasiya verir. Əlbəttə ki, baxın, Səfəvi dönəmi, yəni iletişim dönəmi də olubdur. İlk, bilirsiniz, o dönəmində tarixin yazanlar da şeirli qardaşları olub da, bilirsiniz, Şah Abbas dönəmində. Bəli, əsatirlər var. Şah Abbasa xalça toxuyaraq bir informasiya göndərib. Bəli. Onların gəliş-gedişində polonizlər gəliblər. Ondan, yəni, bunlara da xanədan tərəfindən o polonizlərə xalçalar toxunub ki, bu gün də elə poloniz xalçası deyə tanınırlar. Xalça növüdür poloniz. Bəli, bir ipək üzədə və simlə işləmə xalçalardır ki, bunlar İpək dünyada. sapları. Bəli. Və ayrıca bölgə-bölgədə harada toxunub deyə biraz fərqlənir. Bizim, məsələn, tüm paytaxtı Şah Abbas Qəzvindən İsfahana aparır, bilirsiniz də, paytaxtı Şah İsmail Səfəvi Təbrizdə olduğu zaman, ondan sonra Təhmasib Qəzvinə daşır və Şah İsmail Səfəvi Qəzvindən Şah Abbas Səfəvi Qəzvindən İsfahana paytaxt aparıb ki, bölgəyə bütün hakim olsun deyə mərkəzlik. Bilirsiniz? Əmir bəy, o dövrdə çox gözəl xalçalar yarandı. Bunlar təbii ki, aydın məsələdə öz yerində. Bugünkü sərgimizə gəlsək, sizə Yeri də... gəlmişkən, orada xalçalardan əlavə Əminə xanım, bədii tikmələr də var. Dekorativ tətbiqi sənətin nümunələri Bəli, kimi. orada miniatür də var, 16-cı əsrə aid olan çox nadir miniatür də var. Əmir bəyin kolleksiyasından tikmələr də var. Əslində, Əmir bəy çox təvəzzökar bir insandır, amma mən bir məqamı da vurğulamaq istəyərdim. Bizə hərdən görünməyən savaşda Əmir bəy çox fəal iştirak edir. Bu savaş deyəndə mən, məsəl üçün, sosial şəbəkələrdə və bu sir deyil ki, Azərbaycan xalçasını artıq neçə min il, 100 illiklər boyu bəzi bizim qonşularımız təhrif edir və onları digər millətə məxsus olan bir xalçalar kimi təqdim edir. Ona görə bizə, mənim üçün şəxsən bir muzey işçisi üçün Əmir bəyin fəaliyyəti çox-çox vacibdir. Bugün Əmir bəy ekspert kimi Azərbaycan xalçasının və ümumiyyətlə xalça sənətinin eksperti kimi hər yerdə bizim marağımızı müdafiə edir və bugün bu kolleksiyanın okeanın o tayından bu tayına gətirilməsi də yəni böyük bir zəhmət, əlbəttə ki, zəhmətin bir nəticəsidir. Və hətta mən hərdən sosial şəbəkələrdə görürəm ki, bizdə həmişə yaradıcı insanlar çox olub və müxtəlif təsviri sənətlərlə məşğul olan insanlar xalça sənətinə müraciət edirlər. Amma mən hərdən görürəm ki, burada naxışlar mı deyim, yəni rəng çalarları mı deyim, hərdən orijinal xalçalara o qədər də yəni uyğun gəlmir. Ona görə muzeyə gəlmək mütləqdir. Yəni, hər bir sənətin inkişafında mütləq elm olmalıdır. Ona görə biz müraciət edirik bizim dizaynerlərimizə və siz xalça sənətinə müraciət edəndə yaxşı olardı ki, xalça muzeyinə gələsiz bizim ekspertlərimizlə, bizim mütəxəssislərimizlə məsləhətləşir bizim fondlarımıza. Biz hazırıq, bugün fondlarımızı da açaq. Və dediyim kimi, bu sərgi may ayına kimi davam edəcək. Yəni, burada hər şey, hətta bu xalçaların haşiyəsindən tutmuş, onların rəng çalarlarına görə burada hər şey çox unikaldır. Və bu, əlbəttə ki, biz hər zaman bunu vurğuladığımız kimi, bu bizim genetik kodumuzdur və bəzi suallara, məsələ, cavab bundadır, xalçalarımızdadır. Ona görə bunları öyrənmək lazımdır. Dünən seminar keçirildi. Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin tələbələri gəldi. Mənə elə gəlir ki, çox maraqlı görüş keçirildi. Biz hətta Əmir bəy, yəni ilin sonuna dək Bakıdadır. Biz bir neçə ustad dərsi və seminar planlaşdırmışıq. Yəqin ki, onlar da baş verəcək. Yəni, yəqin bilirsiniz, Xalı jurnalı var. 70-ci illərdə Böyük Britaniyada təsis edilmiş və dünyada aparıcı xalçaçılıq sənəti ilə bağlı
yəni qədim xalçalarla bağlı ən belə məşhur olan populyar bir jurnaldır və hətta mən dünən və 2 gündür artıq onlar publication ediblər, yəni onlar məlumat veriblər bizdə açılan sərgidən və inanın ki, qonşu ölkələrdən o qədər yəni xoş olmayan sözlər bildirilir və s. Ona görə və mən yenə də Əmir bəyə təşəkkürümü bildirirəm ki, o bizim maraqlarımızı hər zaman orada müdafiə edir beynəlxalq səviyyədə. Əlbəttə. Xalça əslində tarixin bir parçasıdır və tarixi minilliklərdə olan hər hansı bir hadisənin ötürücüsüdür. Hətta bayaq Əminə xanım yaxşı məsələyə toxundu. Onun haşiyəsindən tutmuş, onun rəng çalarlarına qədər dəsə bir ötürücü mesaj var orada. Baş vermiş hadisələr, insanların əhval-ruhiyyəsi, məişəti, bütün bunların hər biri xalçada öz əksini tapır ki, və elə bax belə kolleksiyaçılar sayəsində biz onların hamısına şahidi oluruq. Burada 2 məqam var. Bir, Əmir müəllimin işə professional yanaşması, məncə ən ümdəsi vətən təəssübkeşi olmasıdır. Yəni, Azərbaycançılıq, Azərbaycan türkləri, bunlar öz yerində və ikinci də bir professional yanaşma var bu işə ki, işin həqiqəti budur, işin doğrusu budur. Bu ölkədə, bu diyarda, bu məmləkətdə yaranıb bu xalçalar, bu ilmələr, bu naxışlar və biz də bunu günümüzə də, sizin kimi mütəxəssislər də günümüzə qədər qoruyub saxlayır və belə sərgilərin keçirilməsi çox vacib bir şeydir. Düzdür, mən bildiyiniz kimi mən bu işin 2-ci nəsliyəm. Bu iş atadan mənə qalmadı. Mənim atam... İnşallah bu ənənə də davam edər. İnşallah. Antik əşyaların ticarəti və eyni anda da xalçaların ticarətini elərdi. Mən sevərəkdən, yəni bu işə başlamışam, uşaqlıqdan xalçanın üstündə. Həm oynamışam, həm ticarətin aparmışam, araşdırmaların geçitmişəm. Hətta ora gəlib çatıb ki, yəni mən atamın yanı mənə də qanıq verməyib. Demişəm ki, mən ayrılıram, gedəm başqa bir yerdə sırf xalça ticarətinin, yəni ustasının əlinin altında işləyəm ki, daha çox öyrənəm bunu. Və bu belə də baş verib və orada da yine mənə qane eləməyib, daha artıq restorasiyanı öyrənmişəm öz işçilərimlə. Yəni xalçanın için, yapısın, bilirsiniz, ekspertlikdə xalçanın sadəcə üzünə baxıb bu xalça bu yörəyə aiddir demək olmur. Bir ekspert hər zaman xalçanın içinə də baxır, arxasını da çevirir, toxunur, ilmələrinin modelinə baxır. Bu çox önəmlidir. Bizim bu sosial məsələsinə gəlincə, yəni Facebook olsun, ən çox bu işlər orada gedir, sosial medyalarda. Hər zaman olub, yəni mən deyə bilirəm ki, Azərbaycanın ilk xalçalarının Azərbaycan adı ilə səsləndirən mən olmuşam. Yəni, ümumiyyətlə Avropada və Amerikadan bunlar Qafqaz xalçaları kateqoriyasında gedib, hamısını bir araya. Görürsünüz necə izi itirməyə çalışırlar Qafqaz adı ilə. Ondan sonra bunları mən dana-dana, yavaş-yavaş, necə deyirlər, bunu gündəmə gətirmişəm və artıq Azərbaycan xalçaları Azərbaycan adı altında gedir, amma bizim o mənfur qonşularımız təəssüflərlə o, necə deyirlər, o alışqanlığından əl çəkmirlər. Zamanımızın, dövrümüzün reallığıdır və Əmir bəy və çox şükür ki, Azərbaycan öz xalçasına sahib çıxıb. Hətta UNESCO tərəfindən 2010-cu ildə Azərbaycan xalçasının qeyri-maddi mədəni irsin reprezentativ siyahısına xalçanın məhz Azərbaycan xalçası kimi təqdim olunması və ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində bunu UNESCO tərəfindən qəbul olunması artıq xalçanın sahibini dünyaya tanıtdırdı və bu Azərbaycanın xalçasıdır. İstər ornamentlərdə, istər onun toxunuşunda bu artıq öz sözünü deyir, bu informasiyanı ötürür. Və təşəkkür edirik ki, bəli, əlbəttə. Mən bir şey vurgulamaq istirdim ki, necə oldu ki, belə qərara gəldim ki, artıq ən böyük daha addım atmaq lazımdır. Bu mənə çox daha güc verdi. Bir çox muzelərə baxmışam, getmişəm, dəvət olunmuşam. Həqiqətən bu acı təcrübəni orada da yaşamışam ki, bizim mənfur qonşularımızın muzəsi Amerikada, bizim eksponatları
xalça musiqi alətlərimiz də orada öz adları altında təbliğ ediblər və bu bir dənə Tanış mənzərədir. oradan çıxandan sonra həm o mənə bir necə deyirlər ki artıq bir iş görmək lazımdır və həm cənab prezidentimizin bir sözü var. O da mənə çox son dönəmlərdə enerji verdi. Dedi ki biz 30 il artıq gözlədik, heç kəs bizim haqqımızı vermədi. Girdik və haqqımızı aldıq. Bəli. Həqiqətən bu böyük bir qaynaq da oldu mənə ki, yəni artıq durub baxmaqla olmur. Yəni bir canfəşanlıq lazımdır. Sevgi Tam lazım. zamanında, Bəli, mücadilə mənamında. vermək Çox təşəkkür lazım. edirik sizə, Əmir bəy. Bu gözəl fikirlər üçün bu yolda sizə uğurlar arzulayırıq. Təşəkkür edirik. Xatırladaq ki, bu dəqiqələrdəki qonaqlarımız Azərbaycan Milli Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əminə Məlikova. Əminə xanım, minnətdarıq. Eyni zamanda həm yerlimiz, uzun illərdir bu işlərin araşdırmacısı olan Əmir Oskoyeli. Hal-hazırda Azərbaycanda, Bakıda səfərdədir və bax belə bir sərginin gerçəkləşdirilməsində ona minnətdarıq. Çox sağ olun. Təşəkkür edirik dostlar.